Hər vaxtınız xeyir olsun gənclər. Yeni bir kriptovalyuta mövzulu videomuzda hər birinizi xoş gördük. Bugünkü videomuz olduqca dəyərlidir. Çünki sizə yeni birja Kajex haqqında məlumatlar verəcəm və burada bonuslar, Kajex Akademiya, AI özəlliyi, hansı ki siz bu AI ilə artıq coinləri analiz edə bilərsiniz heç bir əziyyət çəkmədən. Bundan başqa futures əməliyyatlarına verilən bonuslar, yəni ümumi istifadə qaydası və bunlardan başqa isə bizə lazım olan hər kəsin axtardığı bir özəllik idi məncə bu. Sıfır komissiya. Yəni komissiya olmadan coin çıxarışı, coin yatırışı bunlardan bəhs edəcəyik. Bundan başqa coin listingi zamanı, yəni birjaya yeni coin daxil olanda bizə verilən üstünlüklərdən bəhs edəcəm və sonda isə kimin nə sualı varsa rəy bölməsində bizimlə paylaşa bilər. Həmçinin videonun açıqlamasında sizinlə paylaşdığım linkdən Telegram qrupumuza keçid edə bilərsiniz. Ora qatılın. Yaxın zamanda orada bütün istifadəçilər üçün həm hədiyyəli bir yarışma, yəni bu tip şeylər də düşünmüşük. Qatıla bilərsiniz Telegram qrupumuza Kajex Azərbaycan üçün. Deməli, Kajex birjasını bəlkə də aranızda bilənlər var, bilməyənlər üçün də izah edeyim. 2021-ci ildə istifadəyə verilibdir və hal-hazırda belə deyək, yəni insanlar tərəfindən çox istifadə olunan bir birjadır. Gündəlik 3 milyarddan çox dövriyyəsi var və market həcminə görə 28-ci yerdədir. Lazımlı məlumatlar həmçinin mən Telegram qrupumuza da paylaşıram, oradan da baxa bilərsiniz. Gəlin mən ən başdan sizə dəyərli məlumatları bildirim. İlk öncə bonuslar. Baxın, giriş eləyəndə, yəni qeydiyyatdan sonra və yaxud qeydiyyatсыз, bu hər kəsdə göstərilir. Misal üçün, deyək ki, qeydiyyatdan keçdiniz. Sizi belə bir ana bölmə qarşılayır. Aşağı düşsək, baxın, burada doğrulama, bu heç. Yeni kullanıcı ödülləri, məndə dil türkçədir, ola bilər sizdə ingiliscə, rus dilində və yaxud fərqli dillərdə ola bilər. Ödüllər, yəni bonus mərhələsinə baxsaq, burada fərqli bilgilər var. Misal üçün, deyir ki, hesab bilgisi. Burada bizdən nömrə, e-mail və 2 faktorlu doğrulama, yəni autentikator. Bir növ bu sizin hesabınızın güvənliyi üçün əslində. Yəni sizin həm hesabınızı güvəndə saxlayırlar, həm də belə bir bonus verirlər. $2 bonusdur. Mən bunu səhər-səhər tamamlamışam. Yəqin ki, növbəti günə qədər bonusu verirlər. Bundan başqa aşağı düşsək, baxın, bu bonusların hamısını alan zaman artıq sizin $19 bonusunuz olur. Bu bonusu toplayıb futures əməliyyatlarında istifadə edə bilərsiniz və təbii ki, qazanılan pulları da çıxarırsınız. Yəni, yeni qeydiyyatdan keçən bütün istifadəçilərə hamısı bonusu ala bilər. Bunlar da hamısı asan bir şeydir. Yəni, balansınıza tutaq ki, pul qoyursunuz $100, sizə $5 bonus verirlər. Təbii ki, bunları da hamısını coin alıb satan zaman daha sonra futures əməliyyatlarında istifadə etmək mümkündür. Bundan başqa geri qayıtsaq, bonus mərhələsindən çıxıb, buradakı bölmələri bir-bir izah edəcəm mən sizə. Təbii ki, həm bu videodan başqa 10 dərsdən ibarət videoları paylaşacağım mən sizinlə yaxın zamanda. Dərslərdən də əlavə həm futures əməliyyatları, həm digər lazım məlumatlara aid videoları çəkib paylaşmağı düşünmüşəm. Baxın, burada deyir ki, niyə Kajex seçilməlidir? En düşük ücrətlər, yəni belə deyək, komissiyadan əlavə, məsələn, siz hər hansısa bir birjada coin alıb satanda sizdən faiz çıxır. Yəni faiz deyəndə orada coin məsələn yandırmaq üçün və yaxud birjanın öz çıxdığı faiz. Məsələn, deyək ki, siz $100 dəyərində coin alanda ortalama 50-60 sent orada bir balansınızdan pul çıxırdı. Amma burada çox minimum miqdardır. 0% hətta 0.001, yəni futures əməliyyatlarında falan da belədir bu. Bundan sonra aşağı düşəndə 0 çekim ücrəti. İndi mən bunu birazdan sizə praktiki olaraq da göstərəcəm. Yəni, misal üçün siz tutaq ki, balansınızdan ən çox istifadə edəcəyiniz nədir? USDT. Balansınızdan $1000 çıxarmaq istəyirsiniz. Bunu çıxaran zaman əksər birjada $1, $1.50 sent komissiya olurdu. Amma burada sıfırdır. Yəni, komissiyasız çıxarıb yatırma mümkündür. Daha sonra mining üsulu ilə 5% qazanc da var. Bunlardan da bəhs edəcəm növbəti videolarımızda. Burada aşağı düşsək, bütün bölmələri var və burada Kajex Akademiyanı mən göstərmək istəyirəm sizə. Ümumiyyətlə, başa çıxmayan insanlar üçün, deyək ki, siz yeni başlamısınız bu işlərə. Həm burada müəyyən sizə dərsliklər var, dərslik formasında. Nə edə bilərsiniz, coin alıb satan zaman, analizlər və s. kimi bir çox dərslik mövcuddur. Həmçinin dediyim kimi, mən özüm də sizə 10 dərsdən ibarət videoları bölüşəcəm. Geri qayıdaq. Mən sizə əsasən gəlin burada hər kəsin maraqlandığı
AI özəlliyini göstərmək istəyirəm. Elə Bitcoin üzərindən yüngül bir analiz eləyək. Baxın, burada AI funksiyası var. Yəni süni intellekt. Bura vuranda hər kəsin gündəlik 10 dəfə istifadə eləmə özəlliyi var. Buradan seçmək də olur. Məsələn, mən bayaq bir həftə seçmişdim. Elə mənə verdiyi az öncəki analiz hissəsindən paylaşıram. Baxın, yəni giriş, çıxış nöqtəsi belə, yəni bunlar hamısını bildirir. Artıq sizin özünüzün analiz eləməyinizə çox da ehtiyac qalmır. Məsələn, mən deyirəm ki, 1 saat içərisində bunu analiz elə. Yəni 1 saat içərisində nə olar, hansı tövsiyələri verir. E-yə vuran zaman burada sizə təxminən 40 saniyə, 50 saniyə ərzində analiz edib verir. Bunu da göstərim, daha sonra sizə balansımızdan pul çıxaran zaman necə bizdən komissiya alınmır. Bunu da canlı olaraq praktiki göstərim sizə. Bütün birjalarda məncə komissiya var. Baxın, bu da 1 saat ərzində bizə verdiyi analizdir. Bura gəlsək cüzdanımıza pul çıxarma deyək. Pul çıxarmada əsasən istifadə olunur USDT, ona görə bunu bir örnək kimi göstərirəm sizə. Misal üçün bir USDT adresi var, onu mən qoyum bura. Biraz da aşağılara gələk. Məsələn, nə qədər çıxarasınız? Deyək ki, 20 dollar ya bir 500 dollar. Yəni rəqəmin fərqi yoxdur. İndi bura fikir verin. Normalda 1 dollar komissiya var. Amma birja sizin üçün bu pulu çıxmır. Görürsünüz, komissiyasız çıxarış mümkündür. Artıq siz pul çıxaran zaman heç bir komissiya ödəmirsiniz. Geri gələk bizim digər lazımlı məlumatlarımıza. Baxın, ilk bonusları izah edim mən sizə. Yeni kullanıcılar 19 dollar bonus alır. Bundan başqa isə vadeli işləmlər var. Vadeli işləmin ümumiyyətlə nə olduğunu bilməyənlər üçün növbəti videolarımızda sıfırdan bunu mən izah edəcəm. Çünki kriptovalyuta ilə məşğul olan çox adam bundan bilmir də. Yəni long short əməliyyatları, bunları necə olmalıdır, adi coin, yəni spotdan fərqi nədir? Bunları çox adam bilmir. Ona görə bunu belə qısa deyib üstündən keçmək istəmirəm. Növbəti videolarımızda daha detallı bunu, yəni bir videonu sırf buna həsr edib izah edəcəm sizə. Amma bunu göstərmək istəyirəm. Deməli, vadeli işləmlərdə, baxın burada da özü elə bunun üçün bir bölmə açıblar. Hər gün 17.050 dollar bonus verirlər. Yəni bu nə deməkdir? Misal üçün siz bu işləmi elədiyiniz zaman nə qədər çox pul qazansanız, o qədər çox bonus alırsınız. Aşağılara düşsək, məsələn, bu adam hal-hazırda birinci yerdədir. Yəni günün ən çox qazananı budur. 5800 dollara yaxın pul qazanıbdır və bunun təxmini bonusu 1000 dollardır. Məsələn, daha aşağıda bir də baxsaq, bu adam bugün 1500 dollardan çox pul qazanıbdır və bunun bonusu 250 dollardır. Yəni həm əməliyyatlardan pul qazanırsınız, həm də ki, özləri sizə bonus verirlər. Məncə olduqca yaxşı bir özəllikdir. Bildiyiniz hər hansısa bir standart birja var, misal üçün digər Binance və yaxud başqa. Yəni KZX də onlara rəqib olan bir birjadır. Burada daha aşağı gəlirəm mən sizə. Baxın, KZX uygulama hər anda yanında belə bir özellikləri var. Əsasən tez-tez verilən sualların cavablarını özdə verirlər. Həm burada, həm də akademiyada. Mən sizə başqa coin listingi göstərəsiydim. Bir dəqiqə yuxarı qalxım. Aha. Baxın, burada listelənmək üçün para yatırmaq. Burada belə bir özəllik də var. Əslində yaxşı bir şeydir. Baxın, deyir ki, tutaq ki, bu coin var. Pigeon. Deyir ki, bunu əgər 30 istifadəçisi 10 dollar dəyərində yatırım eləsə, yəni əvvəlcədən də ön yatırım deyək buna. Öncədən buna yatırım eləsə, bu birjada coin listing eləyə bilərlər. Yəni belə bir listing özəlliyi də var. Və təbii ki, listinglərdən xəbərdar olmaq üçün də bütün listinglərdən söhbət gedir burada. Telegram qruplarına qatıla bilərsiniz. Gəlin, mən oranda göstərəm sizə. Həm Telegramda, həm Twitterdə aktivdirlər, paylaşımlar eləyirlər. Gəlin, buradan göstərəm mən sizə. Telegram qruplarına baxın, qatılırsınız burada. Telegram fərqi yoxdur, həmçinin Twitter və s. Baxın, Türkiyə qrupları da var, elə bizim də qrupa qatıla bilərsiniz. Aşağıda mən linkini paylaşacağım. Facebook da var burada, Instagram, Twitter. Məncə ilk video üçün bütün lazım məlumatları verdim sizə. Qeydiyyat linki də var aşağıda, videonun altındakı linkdən. Burada hesab aça bilərsiniz. Qeydiyyatdan sonra isə gəlin burada KYC. Yəni, belə deyək, sizin həm e-mail, həm nömrə, mən bunu eləmişəm deyə artıq burada çıxmır.
həm e-mail, həm nömrə ilə, həmçinin də vəsiqənizlə burada qeydiyyatdan keçirsiniz ki, hesabınız təsdiq olunsun. Yəni bu bir birjadır. İnanmıram ki, sizin üçün nəsə bir problem olsun. Nömrə yazmaq, nə bilim, vəsiqəni təsdiq etmək hər birjada olan bir şeydir. Və burada 100% müştəri 100% referans sistemi də var ki, bu necə işləyir? Əksər birjalarda, özür dilərim, tez-tez danışıram deyə birdən dilim dolaşır. Əksər birjalarda əsasən referansdan gələn bonusun 60%-ni, 50%-ni sizə verirlər. Amma hal-hazırda KADEX bunun 100%-ni sizə verir. Yəni 100% bonus qazana bilərsiniz. Burada sizin referans linkiniz də olur. Bunları paylaşırsınız və sizin referanslarınızdan gələn vadeli işləmlərdən və yaxud digər əməliyyatlardan olan bonuslar 100% hesabınıza köçür. Belə gənclər, məncə ilk video üçün olduqca dəyərli məlumatları mən çatdırdım sizə. Əlavədə nəsə bir sualınız olsa, rəy bölməsində paylaşa bilərsiniz bizlə. Həmçinin burada canlı dəstək var, 24 saat aktivdirlər, bunları da yaza bilərsiniz. Elə gəlin bizim də Telegram qrupumuza qatılın, videonun aşağısındakı linkdən. Nə sualınız oldu, mən və yaxud digər adminlər sizə köməklik göstərərlər.